İndi isə 14-cü dərsin mətn və tapşırıqlarına keçid alırıq. Əl-fityətu, gənclər. Əssəlamu aleykum, hamidun, və aleykumussalamu və rəhmətullahi və bərəkətuhu. Əhədul fityəti, gənclərdən biri. Keyfə halukə ya ammi, halın necədir, ey əmi? Və keyfə burada mənası sual əvəzliyidir və mənası necə deməkdir. Həlun isə hal deməkdir. Həlukə, yəni sənin halın. Həmid cavab verir. Ənə bi xeyrin vəlhamdülillahi. Mən yaxşıyam. Allaha həmd olsun. Keyfə halukum, sizin halınız necədir? Mən əntum, siz kimsiniz? Əhəduhum, yəni onlardan biri. Nəhnu əbnəud-dukturi Musa. Biz doktor Musa'nın oğullarıyıq. Hamidun, əhlən və səhlən və mərhəbən. Xoş gəlib, səfa gətirdiniz. Və burada əhlən və səhlən və mərhəbən sözü əslində bütöv bir cümlənin qısaldılmış variantıdır və mənası xoş gəlib, səfa gətirdiniz. Əbukum sadiqi, atanız mənim dostumdur. Əynə ammukumus şeyxu İsə, əminiz Şeyx İsa haradadır? Əhəduhum, onlardan biri. Huva məridun, o xəstədir. Huvəl-ənə fil-müstəşfə, o indi xəstəxanadadır. Hamidun, şəfəhullah, Allah ona şəfa versin. Mən həzihid-tiflətullləti mə'akum, sizinlə birlikdə olan bu qız uşağı kimdir? Əhəduhum, onlardan biri. Hiyə uxtunə, o bizim bacımızdır. Hamidun, məsmuhə, onun adı nədir? Əhəduhum, onlardan biri. İsmuhə Leylə, onun adı Leyladır. Hamidun, əynə beytukumul cədidu, yeni eviniz, təzə eviniz haradadır? Və burada əl-cədidu sifəti, beytin sifətidir. Əl-cədidu sifət, beytin sifətidir. Və beytukum, yəni biz əvvəlki dərslərimizdən bildik ki, deməli, əgər müəyyənliyə izafə olunan isim müəyyən isim sayılır və burada kum şəxs əvəzliyi müəyyəndir və beytun sözü kum şəxs əvəzliyinə izafə olunduğuna görə müəyyənlikdə sayılır və buna görə də əl-cədidu sifəti müəyyənlikdə işlənib. Əynə beytukumul cədidu, yeni eviniz, təzə eviniz haradadır? Beytunəl cədidu qaribun minəl matari, yeni evimiz aeroporta yaxındır, hava limanına yaxındır. Əəntum fil mədrasəti thənəviyyəti, siz 11 illik məktəbdəsinizmi? Yəni orta məktəbdəsiniz. Əhəduhum, onlardan biri. Lə, nəhnu bil cəmiəti, xeyr, biz universitetdəyik. Ənə fi kulliyyətil həndəsəti, mən İnşaat fakültəsindəyəm. Və Məhmudun fi kulliyyəti tibbi, Mahmud tibb fakültəsindədir. Və İbrahimu fi kulliyyəti şəriəti, İbrahim şəriət fakültəsindədir. Və Yusufu fi kulliyyəti ticarəti, Yusif ticarət fakültəsindədir. Hamidun, mən zəlikəl fətəlləzi fi səyyəratikum, sizin maşınınızda olan o gənc oğlan kimdir? Məhmudun, huvə zəmili, o mənim sinif yoldaşımdır. Hamidun, min əynə huvə, o haradandır? Məhmudun,
Huva min İngiltərə. O, İngiltərədəndir. Hamidun məsmuhu. Onun adı nədir? Məhmudun. İsmuhu Williamu. Onun adı Williamdır. Və gördüyümüz kimi Williamu əcnəbi ad olduğuna görə tənvin qəbul etməyib. Hamidun. Muslimun huva. O müsəlmandırmı? Məhmudun. Lə. Huva nəsraniyyun. Xeyr, o xaçpərəstir. Əbuhu ustazi. Onun atası mənim müəllimimdir. İsmuhu dokturu Eduardo. Onun adı Doktor Eduarddır. Yəhdihimallahu iləl-İslami. Allah onların hər ikisini İslama hidayət etsin, İslama yönətsin. Əzəhəbtum iləl-müstəşfə li-ziyarati ammikumul yevmə. Bugün əminizi ziyarət etmək üçün xəstəxanaya getdinizmi? Yusufu nəəm zəhəbnə. Bəli, getdik. Və gördüyümüz kimi burada keçmiş zaman feili ikinci şəxsin kişi cinsinin cəmində tum şəxs olduğunu qəbul edib, əzəhəbtum və birinci şəxsdə isə nə şəxs olduğunu, zəhəbnə şəxs olduğunu qəbul edib. Növbəti tapşırıqda bizə suallara cavab verməyə, cavablandırmaq tələb olunur. Mən əntum, siz kimsiniz? Cavab, nəhnu əbnəud dokturi Musa. Biz Musa doktorun oğullarıyıq. Əynə beytukum, eviniz haradadır? Beytunə qaribun minəl matari. Evimiz hava limanına yaxındır. Mən rabbukum, Rəbbiniz kimdir? Rabbunəllahu, Rəbbimiz Allahdır. Mə lüğətukum, lüğətiniz, diliniz nədir? Lüğətunə təyləndiyətu və yaxud lüğətunə əl-əzəriyyətu, Azərbaycan dilidir və s. demək olar. Əynə mədrasətukum, məktəbiniz haradadır? Mədrasətuna qaribətun minəl matari. Məktəbimiz hava limanına yaxındır. Əəntum muslimunə, siz müsəlmansınızmı? Nəəm, nəhnu muslimunə. Bəli, biz müsəlmanıq. Əfi beytikum hədiqatun, evinizdə bağça varmı? Nəəm fi beytinə hədiqatun. Bəli, evimizdə bağça var. Əindəkum səyyəratun, sizin maşınınız varmı? Lə, mə indənə səyyəratun. Xeyr, bizim maşınımız yoxdur. Əynə müdərrisukum, müəlliminiz haradadır? Müdərrisunə fi beytihi, müəllimimiz evindədir. Əəntum müdərrisunə, siz müəllimsinizmi? Lə, nəhnu tulləbun, xeyr, biz tələbəyik. Növbəli tapşırıqda bizə bu cümlələri oxuyub və yazmaq tələb olunur. Nəhnu muslimunə, biz müsəlmanlarıq. Allahu Rabbuna, Allah Rəbbimizdir. Vəl-İslamu dinuna, İslam dinimizdir. Vən-Nəbiyyu Muhammedun sallallahu aleyhi və səlləmə Rasuluna. Peyğəmbər, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm bizim Peyğəmbərimizdir. Vəl-Qur'anul Kərimu kitabuna, Qur'an-ı Kərim kitabımızdır. Vəl-Kə'bətu qibletuna, Kəbə qibləmizdir. Vəl-Arabiyyətu lüğətuna, Ərəb dili dilimizdir.
Və burada gördüyümüz kimi birinci şəxsin cəmində nə bitişən əvəzliyi istifadə olunur. Məsələn, Rabbunə bizim Rəbbimiz, dinunə dinimiz, Rasulunə Peyğəmbərimiz, kitabunə kitabımız, qiblətunə qibləmiz, lüğətunə dilimiz. Əynə müdərrisukum ya ixvanu. Ey qardaşlar, müəlliminiz haradadır? Və gördüyümüz kimi burada da ikinci şəxsin müzəkkər cəmində kum şəxs onluğu, kum bitişən əvəzliyi istifadə olunur. Müəlliminiz haradadır? Xaracəl ənə minəl fasli və zəhəbə iləl mudiri. İndicə sinifdən çıxdı və müdürün yanına getdi. Fi eyyi şəri'in beytukum. Eviniz hansı küçədədir? Və gördüyümüz kimi burada eyyu sual əvəzliyi, sual əvəzliyindən əvvəl fi hərfi cəri gəldiyinə görə kəsrələşib, eyyi olub və özü də eyni zamanda şəri'un sözünə izafə olunub və şəri'in formasını halına düşüb. Və biz dərsdə bildik ki, eyyu sual əvəzliyi digər sual əvəzliklərindən iki xüsusiyyətinə görə fərqlənir. Birincisi, özü daim isimlərə izafə olunmuş halda işlənir. İkincisi isə hallanandır. Yəni, özündən əvvəl hərf-cər gələndə eyyu, eyyi formasına düşür. Fi eyyi şəri'in beytukum. Eviniz hansı küçədədir? Beytunə fi şəri'illəzi əməməl məhkəməti. Evimiz məhkəmənin qarşısındakı küçədədir. Əbunə sadiqu əmmikum. Atamız sizin əminizin dostudur. Əəntum müdərrisunə. Siz müəllimlərsinizmi? Lə nəhnu atibbəu. Xeyr, biz həkimik. Əəntum əbnəul müdiri. Siz müdürün oğullarısınızmı? Lə nəhnu həfədətuhu. Xeyr, biz onun nəvələriyik. Və həfədətun həfidun sözünün cəmidir. Və bunun başqa bir cəmi də var. Hufədəu iki formada cəmlənə bilir. Mənası nəvə. Xeyr, biz onun nəvələriyik. Mədrasətunə kəbiratun və mədrasətukum sağiratun. Bizim məktəbimiz böyükdür, sizin məktəbiniz isə kiçikdir. Lənə hədiqatun cəmilətun fi tilkəl qariyyəti. Bizim o kənddə gözəl bağçamız var. Əxunə talibun fi kulliyyəti tibbi. Qardaşımız tibb fakültəsində tələbədir. Əəntum atibbəu. Siz həkimlərsiniz. Bə'dunə atibbəu və bə'dunə mühəndisunə. Bəzilərimiz həkim, bəzilərimiz isə mühəndisdir. Allahu Rabbuna və Rabbukum. Allah bizim və sizin Rəbbinizdir. Əynə zəhəbtum ya ixvanu. Ey qardaşlar, hara getmişdiniz? Zəhəbnə ilə suqi. Bazara getmişdik. Növbəti tapşırıqda bizə sözlər verib və bu sözləri biz birinci dəfə əvvəlcə ikinci şəxsin müzəkkər cəmi, kişi cinsinin cəmi olan kum bitişən əvəzliyinə izafə eləməliyik, izafə ilə işlətməliyik. Daha sonra isə
birinci şəxsin cəmi olan nə sual bitişən əvəzliyinə izafə etməklə işlətməliyik. Məsələn, nümunə verib bizə beytun ev, beytukum sizin eviniz, beytunə bizim evimiz. Ummun ana, ummukum sizin ananız, ummunə bizim anamız. Ammun əmi, ammukum sizin əminiz, ammunə bizim əmimiz. Sadiqun dost, sadiqukum sizin dostunuz, sadiqunə bizim dostumuz. Mədrasətun məktəb, mədrasətukum sizin məktəbiniz, mədrasətunə bizim məktəbimiz. Uxtun bacı, uxtukum sizin bacınız, uxtunə bizim bacımız. Lüğatun dil, lüğatukum sizin diliniz, lüğatunə bizim dilimiz. Dinun din, dinukum sizin dininiz, dinunə bizim dinimiz. Əbun ata, əbukum atanız, sizin atanız, əbunə bizim atamız. Və burada fikir versək, biz əvvəlki dərslərimizdən bildik ki, əbun və əxum sözləri xüsusi formada hallanır. Belə ki, adlı halda, raf halda izafə olunduqda damma ilə bərabər vav hərfi də əlavə olunur və əbukum, əbunə formasını alır. Həmçinin də əxun, əxukum sizin qardaşınız, əxunə bizim qardaşımız. Növbəti tapşırıqda bizə eyyu sual əvəzliyinə aid olan tapşırıqdır və bunu oxuyub tərcümə etmək bizdən tələb olunur. Və biz dərsdə bildik ki, eyyu sual əvəzliyi deməli, digər sual əvəzliklərindən iki xüsusiyyətinə görə fərqlənir. Birincisi, eyyu sual əvəzliyi daim isimlərə izafə olunmuş halda işlənir, izafə olunmaqla işlənir və izafə olunduğu isimdə gördüyümüz kimi yiyəlik haldadır. İkinci xüsusiyyəti isə eyyu sual əvəzliyindən əvvəl hərf-u cər gəldikdə eyyu sual əvəzliyi eyyi hallanaraq eyyi formasına düşür. Eyyu yevmin həzə bu hansı gündür? Həzə yevmus səbti bu şənbə günüdür. Eyyu şəhrin həzə bu hansı aydır? Həzə şəhru rəcəbin bu rəcəb ayıdır. Eyyu kulliyyətin həzihi bu hansı fakültədir? Həzihi kulliyyətut ticarati bu ticarət fakültəsidir. Fi eyyi mədrasətin əntə sən hansı məktəbdəsən? Ənə fil mədrasətil mutavassitati mən 8 illik məktəbdəyəm. Min eyyi bələdin ənti yə uxtu ey bacı sən hansı ölkədənsən? Ənə minəl yunani mən Yunanistandanam. 14-cü dərsimizdə öyrəndiyimiz qrammatik mövzulardan biri də əcəmi, yəni qeyri-ərəb adlarının, xüsusi isimlərin tənvin qəbul etməməsidir. Və burada bizə əcnəbi, qeyri-ərəb adlar verilib və bunları biz gördüyümüz kimi burada tənvin qəbul etməyiblər və raf halda tənvinsiz işlənərək u formasında işləniblər. Məsələn, Williamu, William, Eduardu, Edward, Londonu, London, Barisu, Paris, Pakistanu, Pakistan,
İstanbulu, İstanbul. İbrahimu, İbrahim. İsmailu, İsmail. İshaku, İshak. Yaqubu, Yaqub. Eyyubu, Eyyub. Süleymanu, Süleyman. Davudu, Davud. Yunusu, Yunis. İdrisu, İdris. Cibrilu, Cebrail. Mikailu, Mikail. Firavunu, Firon. Bu tapşırıqda isə bizə keçmiş zaman feilinin ikinci şəxsin müzəkkər cəmində qəbul etdiyi şəxs sonluğuna aid nümunələr verib, bizə tapşırıq verib. Və burada bizdə sağ tərəfdə cümlə verib və biz bu cümləni sol tərəfdə deməli cəmə çevirib işlətməliyik. Məsələn, nümunə verib bizə Əntə zəhəbtə iləl mədrasəti. Sən məktəbə getdin. Əntum zəhəbtum iləl mədrasəti. Siz məktəbə getdiniz. Və gördüyünüz kimi ikinci şəxsin cəmində feil tum şəxs sonluğunu qəbul edib. Əntə xaractə minəl fasli. Sən sinifdən çıxdın. Əntum xaractum minəl fasli. Siz sinifdən çıxdınız. Əntə cələstə fil fasli. Sən sinifdə oturdun. Əntum cələstum fil fasli. Siz sinifdə oturdunuz. Əynə zəhəbtə yə əxi. Ey qardaş, hara getmişdin? Əynə zəhəbtum yə ixvani. Ey qardaşlar, hara getmişdiniz? Liməzə xaractə minəl fasli yə vələdu. Ey uşaq, sinifdən nə üçün çıxdın? Liməzə xaractum minəl fasli yə əvlədu. Ey uşaqlar, sinifdən nə üçün çıxdınız? 14-cü dərsdə istifadə olunan yeni sözlər. Əl-həfidu, nəvə. İbnul ibni, o ibnul binti. Nəvə, oğulun oğlu və ya qızın oğludur. Cəm, həfədətun, cəmi, həfədətundur və ya hufədəu. Əhlən və səhlən və mərhəbən, xoş gəlib, səfa gətirdiniz. Əl-əxu, qardaş. İki formada cəmlənir, cəmi, ixvatun və ixvanun. Əl-kulliyyətu, fakültə. Cəm'u, cəmi, kulliyyətun, fakültələr. Kulliyyətu şəriəti, şəriət fakültəsi. Kulliyyətu tibbi, tibb fakültəsi. Kulliyyətu ticarati, ticarət fakültəsi və ya iqtisadiyyat fakültəsi. Kulliyyətul həndəsəti, inşaat fakültəsi. Əl-Yunanu, Yunanistan. Əl-Məhkəmətu, məhkəmə. Əl-Bələdu, ölkə və ya şəhər. Cəm'uhu biladun, cəmi. Biladun. Nəsraniyun, xaçpərəs. Cəmi, nasara.